Snus və ya nikotin paketlərinin zərərləri və təhlükələri barədə eşitmisinizmi? Bu məhsullar sadəcə dadlı paketlər deyil, onlar güclü nikotin çatdırma sistemləridir və bu, yüksək dərəcədə asılılıq yaradan psixoaktiv maddələrdir. Əgər snus tütündən hazırlanmış, lakin tüstüsü olmayan məhsuldursa, nikotin paketləri və ya nikpaklar onun tütünsüz versiyasıdır. Amma əsas məsələ budur ki, hər ikisi eyni dərəcədə asılılıq yaradan maddələrdir. O, beynin mükafat sistemini yenidən proqramlaşdırır və güclü kimyəvi asılılıq yaradır. Yeniyetmələrin inkişaf edən beyinlərinə bu xüsusilə zərərlidir və gələcəkdə qavrama, yaddaş və emosional nəzarətlə bağlı problemlərə səbəb olur. Bəs insanlar niyə bundan tez asılı vəziyyətə düşürlər? Bu təsadüfi deyil. Müasir paketlər maksimum təsir üçün kimyəvi olaraq hazırlanırlar. pH-ı artırmaq üçün onlara duzlar əlavə edilir ki, bu da bu maddənin ağız boşluğunun seliklik işasından birbaşa sorularaq dərhal beyinə çatmasına imkan verir. Onun bir paketinin orqanizmə verdiyi zərər demək olar ki, eyni vaxtda çəkilən bir neçə siqaretin ekvivalentinə bərabərdir. Və o, 20-30 dəqiqə ağızda saxlanılan zaman onun qandakı səviyyəsi siqaretlə müqayisədə daha uzun müddət yüksək qalır. Sağlamlıq riskləri ciddi və geniş yayılıb. Bu maddə beynin diqqət və impuls nəzarətinə cavabdeh olan hissələrinə zərər verir. Gənclər üçün bu, gələcəkdə depressiya və digər asılılıqların riskini əhəmiyyətli dərəcədə artırır. Bu, həmçinin ürək üçün dəhşətli dərəcədə zərərlidir. Bu kimyəvi maddə qan damarlarını sıxır, təzyiqi kəskin artırır və ürək əzələlərinə böyük yük verir. Habelə, erkən infarkt riskini yüksəldir. Bu zəhərli birləşmə və qələvi kimyəvi maddələrlə davamlı təmas diş ətinin geri çəkilməsinə səbəb olur və dişlərin köklərini zəiflədir. Zədələnmə çox vaxt qalıcı və geri dönməzdir və onu düzəltmək üçün cərrahi əməliyyat tələb edə bilər. Bu, həmçinin leykopplakiyaya, yəni ağız boşluğunda xərçəng göncəsi vəziyyət hesab edilən ağ ləkələrə səbəb ola bilər. Bundan əlavə, tədqiqatlar tüstüsüz tütün ilə mədə altı vəzi, qida borusu və ağız xərçəngi arasında birbaşa əlaqəni təsdiq edir. Bəs niyə bu qədər çox insan bu məhsulların təhlükəsiz olduğunu düşünür? Hər şey marketinqlə bağlıdır. Şirkətlər alternativ və ya daha az zərərli kimi ifadələr işlətməklə hədəf auditoriyanı, xüsusən də gəncləri cəlb etmək üçün snusları meyvəli və ya nanəli dadlarla parlaq, rəngli dizaynlarda qablaşdırırlar. Tüstü olmadığı üçün onun təhlükəsiz olması ilə bağlı illüziya yaradılır. Halbuki snus və nikotin paketləri heç də təhlükəsiz alternativ deyillər. Onlar asılılığı yaratmaq və saxlamaq üçün vasitədirlər. Onlar sistematik olaraq ürək damar sistemini məhv edir və ağız boşluğuna sağalmaz zərər vururlar. Siqaret qədər zərərli olan bu vasitələrin alternativ olduğuna inanmaq, sağlamlığa zərər vuran təhlükəli və yanlış fikirdir.